Uşaq niyə cinsiyyət orqanlarına toxunur? Bu normaldır. Uşağın bədəninin digər hissələri kimi bir müddət sonra ona maraqlı olur ki, belindən aşağıda nə yerləşir. Təxminən 2 yaşına qədər uşaq öz hərəkətlərini dərk etmir. Ona görə də onu danlamaq və utandırmaq qətiyyən düzgün deyil. Çünki məhz belə neqativ reaksiya gələcəkdə böyüyəndə daha böyük problemlərə səbəb ola bilər. Əgər belə bir halı uşağınızda müşahidə edirsinizsə, çalışın onu incə şəkildə başqa bir şeyə yönəldib diqqətini yayındırasınız. Həmçinin yoxlayın ki, uşağın narahatlığına və ya cinsiyyət orqanlarında qaşınmaya səbəb ola biləcək açıq-aşkar bir səbəb yoxdurmu? 3 yaşına yaxın uşağa tuman qaydasını başa salmaq lazımdır. Heç kim uşağın cinsiyyət orqanlarına toxuna bilməz, yalnız valideynləri və ya valideynlərin iştirakı ilə həkimlər istisna olmaqla. Kənar şəxslər heç bir halda bu yerlərə toxunmamalıdır. Əgər bu qayda pozularsa, uşaq mütləq etibar etdiyi bir böyüyə, yəni anasına və ya atasına bu barədə deməlidir. Uşaqla razılaşmağa başlayın ki, yad adamların yanında öz cinsiyyət orqanlarına toxunmaq olmaz. Belə etmək ayıbdır. Əgər bütün cəhdlərinizə baxmayaraq, uşaq daim cinsiyyət orqanlarına toxunmağa davam edirsə, nevroloqla məsləhətləşin.